Salam əziz dostlar, yeni bir video ilə qarşınızdayım. Bu kanalda öncəliklə bildirmək istəyirəm ki, Forex və kripto aktivləri haqqında qiymət hərəkətləri barədə videolar olacaq, yəni yüksəliş və düşüşlər barəsində təxminlər paylaşılacaq. Videolardan öncədən xəbərdar olmaq üçün kanala abunə olmağı və bildirimləri açmağı unutmayın. Bu qrafikdə Forex sahəsinə yönələcəyik və gördüyünüz kimi qızıl qrafikinə, qızıl və Amerika dolları arasında olan rəqabətə baxırıq. Hal-hazırda 1 saatlıq qrafikdə gördüyünüz kimi bir negativ uyumsuzluq var. Yəni burada yüksələn təpələr formalaşsa da aşağıda göstərici tərəfdə bir düşən təpə forması var. Yəni bu da onu göstərir ki, 1 saatlıq qrafikdə qiymətin geri çəkiləcəyi və ilkin olaraq bu səviyyələri test edəcəyi gözlənilir. Təxmini olaraq bu səviyyələr 2985 səviyyələrini test edəcəyi gözlənilir və buralardan da həmin səviyyə təxminən 1400 punktluq bir düşüş deməkdir ki, bu çox gözəl bir fürsətdir. Hər kəs öz balansına uyğun olaraq öz balansını riskə atmamaq şərti ilə əməliyyat aça bilər və əməliyyatı riski idarə edə bilər. Hər kəsə bol qazanclar. Növbəti videolarda görüşənədək.